Xəbər verdiyimiz kimi bugün Bakıda fəaliyyət göstərən İdraki liseyində şagird müəllimi günləliyib. Gündəm olan bu xəbərdən sonra lisey ilə bağlı yeni sabaha maraqlı məlumatlar daxil olub. Bildirilir ki, əslində bu tədris mərkəzində əvvəllər oxşar kriminal hadisələr baş verib. Məsələn, təxminən 2 il əvvəl İdrakda şagirdlər bir-birini bıçaqlayıb. Hadisə 8-ci siniflər arasında paltar dəyişmə otağında baş verib, lakin lisey rəhbərliyi məsələni gizlədib, ictimailəşməsinə imkan verməyib. Bundan başqa İdrakin rəhbərliyi haqqında da maraqlı məlumatlar var. Belə ki, liseyin təsisçisi Mönsün Ədiloğlu Alışovdur. Lakin hüquqi olaraq İdrakin direktoru Mönsün Alışovun gəlini Natavan Alışova da eyni zamanda məktəbdə əsas söz sahibi Mönsün Alışovun nazirliklərin birində yüksək vəzifə tutan oğlu İdris Alışovdur. İdris Alışovun qardaşının da dini fəaliyyəti ilə bağlı maraqlı xəbərlər mövcuddur. Məlumata görə lisey ilki olaraq Sumqayıtda fəaliyyətə başlayıb, sonradan Bakıda eyni məktəb yaradılıb. Məktəbin idarəçiliyi ilə bağlı zaman-zaman ata-oğul, qaynata-gəlin arasında problemlər yaranıb. İdrislə Natavan cütlüyünün qızları isə İngiltərədə təhsil alır. Bir xəbər mediaya daxil olan özəl məlumata görə isə liseyin binası hazırda həbsdə olan Bəylər Eyyubovun qardaş oğlu Ruslan Eyyubova məxsusdur.